Düşündüyüm bütün hekayələr mənim həyat hekayəmdən zəifdir. Allah mənə baş rolu özüm olduğum qeyri-adi elə bir həyat hekayəsi yazıb ki, ondan üstün bir hekayə oxumamışam və düşünə bilmirəm. Düşmənimin kürəyimə bıçaq vurmasına biganə yanaşıram. Lakin dostun söz iynələrinin ağrısı dözülməzdir. Mənim atam işçi düşkündür. Mənim uşaqlığım isə normal keçmir. Sən nə danışdığını bilirsən? Kimi nəzərdə tutursan? Mən çox gözəl bilirəm nə danışıram və kimə nə deyirəm. Onunla eyni evdə qalmaq çox çətin. Buna görə də anam xahiş edib ki, get kənarda qal. Heç olmasa o yaşasın. Mən artıq getməliyəm. Evdən xəbərsiz çıxmışam. Bizim qaydalarımız var ha. Belə davam eləsən qiymət almayacaqsan. Tələbəmiz Azər hər iki valideyndən məhrum olmuş gəncdir. O uşaq evinin məzunudur. Mən sənin yanındayam. Qəti heç nədən narahat olma. Kömək eləyin! Anam tək özü getmədi. Özü də bərabər həyatımda qaldı. Hər gün mənimlə bir yerdə vaxt keçirər, hər şey bölüşən Mari indi kənar qalır. Nə baş verir? Onu hər şeyə qısqanıram. Hətta deyəsən mən onu sevdim. Bu mənim üçün adi bir hədiyyə deyil, amma ümid edirəm ki, bəyənəsən. Hər səhər yeni bir günə başlamaq üçün özümə səbəb tapmağa çalışırdım. Mahir! Nə problemin var? Hamı səni axtarır, xəbərin var? Həyat gözəl ola bilər. Mən bunu görə bilmədim. Mən sustum, siz danışın. Cəmiyyət daha mərhəmətli olmalıdır. Biz bir-birimizin qənimi deyilik. Müəllim, İndi bu məsuliyyət bizim öz üzərimizdədir. Tamaşa bizi tərk edib gedənlərə, bu dünyadan köçənlərə və hələ də savaşanlara. Azər. Azər. Eşidirsən məni, Azər? Sən hardasan?